Salam, axşamınız xeyir olsun əziz izləyicilər. Gördüyünüz kimi yeni studiyadayım, iş başındayım. Sumqayıtın Nizami küçəsində yerləşən Park Palas Şadlıq Sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava dalaş olub. Qafqaz İnfonun məlumatına görə hadisə dünən axşam saatlarında qeydə alınıb. Oğluna sünnət toyu keçirən Vəfa Mikaylova 4 saatlıq çıxış üçün 4000 manata razılaşdığı Mirzəyevə Kəmalə Ələsgər qızının ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub. Belə ki, toydan əvvəl Vəfa Mikaylova Kəmalə Günəşlinin prodüseri ilə əlaqə saxlayaraq onu toya dəvət edib və tərəflər 4000 manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi müğənni Şadlıq Sarayındakı məclisə gəlib, lakin bir qədər sonra məclis sahibi Kəmalə Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzu olunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib. Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək onu digər qonaqların yanında alçaldıb. Həmçinin davadalaş fiziki zorakılıqla müşahidə olunub. Kəmalə Günəşli masadakı içki bakalını götürərək Vəfa Mikaylovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə turş gəlib və gənc xəsarət alıb. Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. Kəmalə Günəşli vəd edilmiş pulu tələb edib, qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib. Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin edilib və araşdırmalar aparılır.